Salam, hər birinizi salamlayıram. Bugün yenə bir maraqlı sual izahına baxacaq. Bizə deməli verilən bu tənlikdə tənlik köklərinin kvadrat cəminə kiçik qiyməti soruşur. Ümumiyyətlə, tənlik, kvadrat tənlik formalı tənliklərimizdə hər zaman kvadrat köklər cəmi soruşa bilər. Köklərin kvadratlar cəmi, köklərin kublar cəmi. Yəni bilin ki, bu viet teoremindən əlaqəlidir. İndi gəlin buradan baxsaq misalda biz bilirik ki, tənlik vietə əsasən tənliyin köklər cəmi və çevrilmiş kvadrat tənlik olmalıdır. Çevrilmiş kvadrat tənlikdə deyirik ki, x kvadratın qarşısı 1 olmalıdır. İndi bizə verilən bu tənlik doğrudan çevrilmiş kvadrat tənlikdir. Onda köklər cəmi x işarəli x-in qarşısındakıdır. Köklər hasisi isə sərbəst həddə bərabərdir, amma burada öz işarəsi ilə x işarə demirik. İndi bizdən dediyini gəlin yazaq. Tənliyin köklərinin deyir kvadratlar cəmi. İndi baxın köklərinə x1, x2 desək kvadratları. İndi biz buradan müxtəsər modüsündən istifadə edirik. Yəni x plus x2, yəni müxtəsər modüsün, yəni çıxarış düsturundan. Kvadratı, mörtəzə kvadratı çıxaq 2, x1 vur, x2. İndi gəlin davam eləyək. Köklər cəmi bir ki, x işarəli x-in qarşısındakıdır. X-in qarşısına 5 çıx kim durub? Mən onu x işarəli 2m çıx 5 yazacağım. Bunun kvadratı. Burada da çıxaqdır. 2-ni vururam mənfi 2-mə. 2-ni də mənfi 2-mə vuranda müsbət 4-mədir. Bunu da yazaq. Bizə şərtdə nə deyir? M parametrin hansı qiymətə nə deyir? Tənlik köklərinin kvadratları cəmi ən kiçik qiymət alar. Biz əgər bizə desəydi ki, tənliyin yəni köklər cəmi ən kiçik qiyməti neçə olar? Onda ny hesablayardıq və yaxud da bunu açardıq. Müxtəsər modüsü şəklində hesablayardıq. İndi bir kvadrat tənliyin ümumiyyətlə ən böyük, ən kiçik qiymət dedikdə ny hesablasanız hər zaman sizə soruşan cavabı alırsınız. Amma ki, bundan əlavə ny-lə hesablamayıb da müxtəsər yaradıb, elə də hesablaya bilərsiniz. Amma bizim şərtimizdə onu soruşun. Bizim şərtimizdə m parametrin hansı qiymətindədir. Ona görə m parametrin hansı qiymət dediyi üçün bu mötərizənin içi görürsünüz ki, kvadratdır. Yəni siz bu m-ə nə qiymət verirsiniz verin, o müsbət deyəcək və ifadənin qiyməti arta-arta gedəcək. Ona görə bu ifadənin ən kiçik qiyməti üçün m-in bu mötərizənin yəni yox olması lazımdır. Onun sıfıra çevrilir. Yox olması bilirsiniz, sıfıra çevrilməsidir. Ona görə yalnız mötərizə içərisində sıfır qəbul edirik. Yəni 2m-5 bərabərdir 0 edirik. Buradan isə m necə tapırıq? 2,5. Ona deyirik ki, m-in yəni 2,5 qiymətində bu ifadə ən kiçik qiymətini alır. İzlədiyiniz üçün təşəkkürlər. Abunə olub, paylaşın ki, belə bir videolar daha çox olsun, davamlı olsun. Sağ olun.